Salam əziz izləyicilər, biz bugün Xaçmaz rayon Qusarsa kənd şəhidi olan itkin şəhidimiz, məzası şəhidimiz Əlfəttin Mürsaquliyevin bu günləri mövlududur. Gəlmişik, şəhidimizin mövlududur, gəlmişik ziyarət eləyək. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, məkanı cənnət olsun. Allah şəhidlərimizin yaxınlarına, əzizlərinə səbir versin. Allah qazilərimizə şəfa versin, Allah veteranlarımızı qorusun. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Dəyərli şəhid analarımız, şəhid atalarımız, hörmətli qonaqlar. Həqiqətən hər birində bizim yanımızda olmaqla bizə mənəvi dəstək olduğunuza görə hər birinizə öz təşəkkürümü bildirirəm. Bugün biz bura qəhrəman şəhidimiz atam Əlfəttin Mürsaquliyevin mövludunun 60-cı il dönümünə toplaşmışıq. Mən atamla hər zaman fəxr etmişəm. Fəxr etmişəm ki, belə bir qəhrəman, vətənpərvər, qorxmaz bir atanın övladıyam. Şəhid övladı olmaq həm qürurludur, həm məsuliyyətdir. Mən bu məsuliyyətin mahiyyətini hər zaman dərindən dərk etmişəm. Çalışmışam ki, atamın adına layiqli bir övlad olum. Bu səbəbdən atamın yarımçı qalmış missiyasını davam etdirərək hər peşəsinə yələnmişəm. Hal-hazırda Azərbaycan ordusunda zabit kimi xidmət edirəm. Bir sözlə, atamın yolunu şərəflə davam etdirirəm. Biz hərbiçilərin dilində bir şüar daim səslənir. Şəhidlər ölməz, vətən ölməz. Bəli, şəhidlərimiz ölməzdir. Onların əziz ruhları daim bizimlədir. Şəhidlər bizim ümumi mənbəyimizdir. İkinci Qarabağ müharibəsi zamanı Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında Azərbaycan ordusu şəhid olmalarıdır. Və bununla da istər birinci Qarabağ müharibəsində, istərsə də ikinci Qarabağ müharibəsində demək olar ki, bütün şəhidlərimizin qisası alınmış oldu. Atamın timsalında Allah bir daha bütün şəhidlərimizə rəhmət eləsin, məqamları uca olsun. Həmməd oğlunun 60 ilin məsiyyətini değişmişik. Əlbəttə, qurumuzun qeyd etdiyi kimi şəhidlər bizim qurumlardır. Bu vaxtı onun tərcümə halını mən yapmışam və bununla da fəxr edirəm ki, o vaxtı Əlfəttin mənim müraciət elədi, bu müəllimə siz üstün müəlliməsiniz. Biz mənim tərcümə halını sualları vardı, mən onu yazdım. O vaxtı onun üzündəki sevinci gördüm ki, o necə hərbiyə həvəslə gedirdi, yəni vətənini qorumağı necə deyirlər, heyecanlanıramaz, həvəslə istəyirdi. Yəni bu işə çox qürurla getdi. Bəli, Əlfəttin şəhid oldu. O şəhidlik zirvəsinə ucaldı. Amma özündən sonra bizim üçün gül kimi iki bala qoydu. Ki, onlar da özlərinə qeyd etdiyi kimi bir hərbi vəzifədə mayordur. Yəni, atası şəhid oldu. O bu yoldan qorxmadı. Atasının yolunu yolunu davam edir. Biz ona evladları ilə, nəvələri ilə fəxr edirik. Əlfəttinin iki oğul evladı var. Mən bilirəm, ümidvaram ki, onlar da öz babasının, atasının yolunu davam etdirərək daima vətənimizin keşiyində duracaqlar. Oğlu Xoşqədəmin də babaları da həmçinin və atasına, babasına, bütün qohum əqrəbəsinə, bütün Azərbaycan xalqına layiqli övladlar olacaqlar. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. الرحمن الرحيم مالك يوم الدين إياك نعبد وإياك نستعين اهدنا الصراط المستقيم صراط الذين أنعمت عليهم غير المغضوب عليهم ولا الضالين. Allah rahmet eylesin şehitlerimize. Teşekkür ederim. İki de baladır, kahraman baladır. Balaları da ona adını taşıyıp biri bayağı teşekkür ederim. Bir de sıkıda malum. Oğlum şəhid olsam ağla demədi, ağlama şəhid anası. Hələ gedləsi çox yolumuz var. Bizə yol göstərir bizim qəriblərlər. Türkün anasını kim görməklər? Ağlama şəhid anası. Ağlama şəhid anası. Benim babam qəhrəman, vətən üçün oldu burada. Adı qaldı dillərdə, sevgiyle ürəklərdə. Babam bizə bir örnek, onu almaq gərək. Mən onu xatırlayıram, qəlbimdə yaşadıram. Mən babamın adını daşıyıram. Onun qorxuyurdur, adını yaşadıram. 60 yaşı mübarəkdir, bunun daim bizimlədir. Şəhid qalır.
Bek dik dik tut. Uşaqdır. Çok sinirlerimize rahmet eylesin. Analarına analarına sabır versin. Vətənimiz sağ olsun. Şəhid Mursaquluyev Əlfətti Xanmədoğlu. Əlfətti Xanmədoğlu Mursaquluyev 1966-cı ildə iyun ayının 28-də Xaçmaz rayonu Sayçay kəndində anadan olmuşdur. 16 iyun 1993-cü il tarixində Ağdam rayonunun Əlfətti kəndi uğrunda gedən döyüşlərdə itkin düşmüş və sonradan şəhid statusu verilmişdir. 1988-ci il Hüseyin Dilbər xanımla ailə həyatı qurmuşdur. Bu evlilikdən oğlu Nurğun və qızı Xoşgörən xanım dünyaya gəlmişdir. Oğlunun dünyaya gəlməsinə sevinən Əlfətti Nurğun adını oğluna özü qoymuşdur. Lakin qızının dünyaya gəlməsinə 1992-ci ildə Arifə Eynəs Silahlı Qüvvələri gizir rütbəsində xidmət etmiş, daha sonra ön cəbhəyə Sayçay kənd Ali Məmmədov adına tam orta məktəbində təhsil alan Əlfətti Mursaquluyev 1983-cü ildə həmin məktəbi əla və yaxşı qiymətlərlə bitirmişdir. Məktəbi bitirdikdən sonra 1984-cü ildə hərbi xidmətə yollanmışdır. Sovet ordusu sıralarında xidmət etdikdən sonra doğadın onu doğma övladı kimi baxmış və böyüdüb başa çatdırmışdır. Atası Xaməd zəhmətkeş bir ailə